Salam 9-cu siniflər. Bugün sizə tense forms mövzusunu izah edəcəm. Birinci sualdan başlayaq. When Jane to London, she will do a lot of sightseeing. Biz burada iki cümlə görürük və vergüldən sonra she will do a lot of sightseeing. İkinci cümləmiz gələcək zaman formasındadır. Və o zaman biz baxırıq, birinci tərəfdə indiki zaman ola bilər. Çünki when-dən sonra əgər digər tərəfdə gələcək zamandırsa, birinci tərəfdə indiki zaman formasını seçməliyik. Və A variantında was going, past, continuous, keçmiş davam edici zaman formasıdır, ola bilməz. D-də went, keçmiş zaman, past simple seçə bilmərik. B variantında doesn't go və goes. Ya B, ya Y variantlarından ikisindən biridir. C variantında will go, when-dən sonra gələcək zaman forması olmur, will istifadə edə bilmərik. Və burada tərcüməyə uyğun baxırıq. Jane Londona gələndə o gəzməli yerləri görəcək. Deməli, burada birinci tərəfdə gələndə, indiki zamanda inkarlıq yox, adi təsdiq cümlə seçməliyik. Y variantı doğru cavabdır. İkinci sualda, these clothes in different shops yesterday. Yesterday sözünə baxırıq. Zaman zərfimiz yesterday, dünən deməkdir və deməli biz variantlardan keçmiş zaman, past simple axtarmalıyıq. A variantında is bought ola bilməz və bunlar məchul növdədir. Bu paltarlar müxtəlif mağazalardan dünən alındı və burada are bought, is, are, indiki zaman forması, present simple-dır. A və B variantları ola bilməz. D variantında were bought, keçmiş zamanda, were cəmdir, düzdür. Çünki clothes, paltarlar cəmdədir. Ona görə də D variantı düzdür. Y-də was təkdədir. Past simple olsa belə clothes, paltarlar cəm olduğuna görə was təki seçə bilmirik. Y variantı çıxdıq. C-də will gələcək zaman forması, future simple ola bilməz. Zaman zərfimiz yes'dədir. Ona görə də 2-də were bought, D variantı düzdür. Üçüncü sualda the newspapers to our house last Sunday. Last Sunday zaman zərfimiz var burada, keçən bazar günü və bu zaman zərfimiz keçmiş zamanda olduğu üçün baxırıq, variantlar past simple axtarmalıyıq. C variantında are bought, indiki sadə zaman present simple ola bilməz. Y variantında will be brought, future simple gələcək zaman forması işlənmir, Y ola bilməz. B-də yenə is brought, indiki zaman forması present simple işlənmir. D variantında were brought və was brought və baxırıq cümləyə. Newspapers cəmdədir, qəzetlər. Deməli, burada cəm formada axtarmalıyıq. Were brought. Deməli, were seçməliyik. Çünki was təkdədir. A variantı olmur, D variantı düzdür. İsimimiz cəmdədirsə, keçmiş zamanda were, təkdədirsə was işlənir. Dördüncü sualda all his luggage tomorrow. Tomorrow yenə zaman zərfimiz future simple-dadır və ona görə də biz baxırıq variantlardan gələcək zaman haradadır. Deməli, A variantında were packed, past simple işlənmir. Y variantı is packed, present simple səhvdir. B variantında are packed, present simple düz gəlmir. D variantında was packed, past simple. Deməli, keçmiş zaman forması düz istifadə olunmayıb. Ona görə də C variantı doğru cavabdır. Will be packed. Çünki burada məchul növdədir, həm də will be varsa, deməli, passive voice istifadə olunub. 4-də C variantı. 5-ci sualda the Guinness Book of Records in the 50s. 50-ci illərdə dediyinə görə, deməli, dəqiq illər varsa, past simple, keçmiş sadə zaman forması istifadə olunur. C variantında is published, indiki sadə zaman formasıdır, səhvdir. Y variantı will be published, future simple deyil, gələcək zaman deyil, çıxdıq. B variantında was published. Deməli, baxırıq of-dan əvvəl. Biz of, yəni sözünü varsa, birinci ismə baxırıq. Təkdədirsə xəbərimiz tək, cəmdədirsə cəm olmalıdır. Ya A, ya B variantları ikisindən biridir. D variantında are published, present simple, indiki sadə zaman forması işlənə bilməz. D variantını çıxdıq. C variantı da yenə indiki sadə zaman forması present simple işlənə bilməz. Y variantı gələcək zamandır. A və B arasında qalırıq. Records-dan əvvəl Guinness Book, kitabdan söhbət gedir. Tək olduğuna görə was published. 5B variantı.
6-cı sualda yesterday I a letter to my parents and it. Yesterday varsa zaman zərfimiz, deməli, dünən keçmiş sadə zaman forması. Variantlara baxırıq, birinci tərəfdə past simple seçməliyik. Y variantı present simple, indiki sadə zaman işlənə bilməz. D-də have written, present perfect deyil, indiki bitmiş zaman forması işlənmir. B-də wrote, A variantında da yenə wrote. Birinci tərəf düzdür, ya A ya B variantı arasında qalırıq. Və ikinci tərəfimizə baxırıq. And varsa, deməli, hər iki feilimiz eyni zamanda olmalıdır. Birinci tərəf present simple işlənibsə, ikinci tərəfdə indiki sadə ya da gələcək ola bilər. Amma and varsa, eyni zamanlıq əlaqəsi qorunmalıdır. Deməli, sent. Sent göndərmə feildə, axırında t olanda past simple-da istifadə olunur. Keçmiş sadə zaman formasında. Ona görə də A variantı doğrudur. B-də sent present simple, indiki sadədir. A variantı doğrudur. 7-ci sualda the delegates will leave for London when the agreement, ikinci tərəfimiz həm də passive voice məchul növdədir və əgər birinci tərəfdə will ifadəsi varsa, future simple, gələcək sadə zaman forması istifadə olunubsa və indən sonra da digər tərəfdə present simple, yəni indiki sadə zaman forması verməliyik. Deməli, onda biz C variantını çıxırıq, çünki və indən sonra will işlənmir. Y-də is signed və yaxud da D variantında are signed. İkisindən biridir. A və B variantlar ola bilməz. Çünki were və was past simple keçmiş zaman formalarıdır. Deməli, Y və D variantlarına baxırıq. Hansı cavab doğrudur? Agreement sözü razılıq. Deməli, agreement. Burada baxırıq. Is yoxsa are olmalıdır. Agreement tək olduğuna görə is signed. Deməli, Y variantı doğrudur cavabdır. Ar ola bilməz, cəmdə deyil isimimiz. 8-ci sualda if Ted the early train, he will be here in time. If-dən sonra baxırıq, present simple istifadə oluna bilər. Çünki ikinci tərəfdə will var. Vergüldən sonra digər cümləmiz gələcək zamandırsa, ondan əvvəlki cümlə if-dən sonra deməli present simple, indiki sadə zaman forması istifadə edə bilərik. Baxırıq variantlara. B variantı ola bilməz, if-dən sonra will işlənmir. Y variantı yenə won't, will not-un qısaldılmış formasıdır. İnkarda yəni deyil, həm də if-dən sonra gələcək olmayacaq. C variantında coach, yəni keçmiş sadə zaman, past simple işlənmir. A və D variantı arasında qalıq və cümlənin tərcüməsinə uyğun baxmalıyıq artıq. If Ted the early train, əgər qatara Ted deməli tez çatarsa ya da çatmazsa, he will be here in time. Vaxtında əgər burada olacaq deyirsə, deməli birinci tərəfdə çatarsa deməliyik. Yəni təsdiq olmalıdır. A variantı doğrudur. Amma doesn't catch çatmazsa deyə bilmərik, tərcüməsinə görə uyğun gəlməyəcək. 8-də A variantı doğru cavabdır. 9-cu sualda you in this office since last year. Last year görəndə past simple formasını seçirik, amma since varsa əvvəlində deməli perfect zaman forması istifadə olunmalıdır. Present perfect. Və burada baxırıq. Variantlarda were, working, past continuous ola bilməz. A variantı səhvdir. Davam edici zaman forması işlənmir since-lə. D variantı are working, present continuous zaman forması istifadə edə bilmərik. D səhvdir. B variantında will work, gələcək zaman future simple ola bilməz. Y-də have worked, düzdür, Y variantı. C-də past simple did ola bilməz. Çünki since var cümlədə. 9-a Y variantı doğrudur. 10-cu sualda you any photographs while you traveled in the USA. Burada baxırıq, while-dan sonra traveled feilimizin axırında ed var. Deməli bilirik ki, past simple-dadır. Keçmiş sadə zaman forması varsa ikinci cümlədə birinci tərəfə baxırıq. O digəri də onunla eyni zamanlıq qorunmalıdır. B variantında will ola bilməz, gələcəyə çıxdıq. D variantında do take, present simple işlənə bilməz. A variantında have taken, bitmiş zaman yoxdur. Yəni bitmiş zamanla istifadə etmirik. Deməli past simple olmalıdır. Ya C ya Y variantıdır. Və diddən sonra take, yəni təbii ki bizim feilimiz keçmişdə ola bilməz. Çünki did onsuz da keçmişdədir. Did olan cümlədə, yəni feilimiz birinci formaya qayıdır. Take olmalıdır. Amma took ola bilməz. C variantı doğru cavabdır.